Salam dostlar. Demək, Səməd Vurğun muğam poemasında ekskvator sözündən istifadə edir. Çünki onun qəhrəmanı Sarvan ekskvator sürücüsüdür, ekskvatoru işlədəndir. Ancaq deməli, ekskvator sözü heca şeirinə girmir, o modern şeirin bir komponentidir. Yəni o tək bölgülərinə, falana, 11-liyin el şeirindən gələn, xalq şeirindən gələn 11-liyin xüsusiyyətlərinə heç cür uyğun deyil və Səməd Vurğun sözün əlində çox əziyyət çəkir. Çünki forma məzmunu tamamlamır. Yəni ekskvator sözü 11-lik komponenti deyil. Buna görə xeyli əziyyət çəkir. Axırda görür alınmır. Yazır ki, ekskvator sözü yoxdur Sarvanımın öz dilində. Ancaq ona həmdəm oldu öz yurdumda, öz elində. Yəni mən hansısa bir yazıda yazmışdım ki, demək, ekskvatorun Sarvana həmdəm olub olmadığını deyə bilmərəm, ancaq bu şeirə həmdəm ola bilməyib. Yəni bunu oxuyanda, daha doğrusu sonralar xatırlayanda Salamın iki misrası da yadıma düşdü. Bu söz bu şeirin içinə girmir, ilahi girmir. Yəni mətni hiss eləməyən adamlar üçün yəqin qəribə gələr ki, mətnə girməyən şeylər. Sizi inandırım ki, bəzən bir sözü hərliyib fırlayıb 500 min işarəlik bir romanın da içinə daxil edə bilmirsən. Yəni sözün mətn həllini verə bilmirsən. Hətta bəzən adam adı olur ki, mətnə yapışmır. Yəni bunun sirri axıracan izah olunmur. Yəni bu nə sirdir, nə məsələdir. Bu nəzəri bilgilər kifayət eləmir bunu izah eləməyə və burada da mətnin artıq ilahi qatı ilə bağlı ciddi deməli inamlara və şübhələrə qərq olursan. Yəni inanan inanır, inanmayan da şübhələrə qərq olur ki, bu niyə alınmır? Ancaq elə məsələlər olur ki, səni doğrudan heyrətləndirir. Görürsən ki, bir də o məntiqə qayıdırıq. Sənətkarın əlində hər şey caizdir. Yəni sənətkara olmazsa olmaz, sənətkara olmaz yoxdur. Qadağa yoxdur. Belə bir nümunədə sizə danışmaq istəyirəm. Deməli, etdi şeiri, etdi sözü heç vaxt bir aşıq stilində yazılmış, saz üstə yazılmış şeirdə heç vaxt istifadə oluna bilməz. Eylədi, elədi ola bilər, etdi heç cür mümkün deyil. Bu bir mənalıdır, yəni hamı bilir, yəni maraq üçün əgər sınamaq istəyirsinizsə özünüz yazın, ancaq gəraylı saz üstə yazılmalıdır, saz ahəngi ilə yazılmalıdır. Görəcəksiniz ki, alınmır. Ancaq bunu məşhur aşıqların birinin şeirində mən görmüşəm. İndi sizə deyəcəm onu. Günahkaram yar yanında, doğru sözüm yalan oldu, yeriş etdi qəm ləşkəri, könlüm şəhərə talan oldu. Fikir verin, yeriş etdi qəm ləşkəri. Burada şu səsləri səsküy salaraq sanki etdinin orada danqıldamasına imkan verməyib, onu sakitləşdirib. Fikir verin, yeriş etdi qəm ləşkəri. Şılar sözü sakitləşdirib yatızdırır öz yerinə və burada nəinki o söz danqıldamır, əksinə şeirin gözəlliyinə xidmət edir. Və bundan sonra Aşıq Ələsgərdə tərəqqi tənəzzül sözlərini görmüşəm. Təsəvvür eləyin, ağla gəlməz bir işdir ki, sən